Basmati düyüsündəki heyvani və ya kəskin qoxu niyə olur? Səbəbi bəlli oldu. Basmati düyüsü özünə məxsus ətri ilə seçilir, amma bəzən bu qoxu xoş ətir əvəzinə daha kəskin, tövlə və ya torpaq qoxusuna bənzəyə bilər. İsaqlamaz xəbər verir ki, mütəxəssislər bunun həm düyünün tərkibi, həm də saxlanma şəraiti ilə bağlı olduğunu bildirirlər. Basmati düyüsünün əsas fərqi onun tərkibində olan 2 asetil, 1 pirolin maddəsidir. Bu maddə normalda ona xoş, qarğıdalıya bənzər ətir verir, amma uzun müddət saxlandıqda və ya keyfiyyəti aşağı olduqda bu qoxu ağır və ya torpaqvari hala keçə bilər. Xüsusilə bəzi qaynadılmış sela, basmati növlərində istehsal prosesi səbəbilə daha kəskin və ya metalvari qoxu hiss oluna bilər. Nəm və isti mühitdə saxlanılan düyüdə isə mikroblar artdığı üçün qoxu dəyişərək daha pis, hətta kifvari hala gələ bilər. Düyü açıq havada və ya düzgün olmayan qabda saxlanılarsa, həm də ətraf qidaların qoxusunu çəkə bilər. Bu da əlavə olaraq xoşagəlməz qoxu yaradır. Mütəxəssislər bildirirlər ki, düyü yaxşı yuyulmalı və hava keçirməyən qablarda saxlanmalıdır. Əgər yuduqdan sonra belə kəskin tuş və ya pis qoxu qalırsa, dənələr parçalanırsa və ya rəngində dəyişiklik varsa, həmin məhsul istifadə edilməməlidir. Videolarımızın davamlı olması və daha çox maarifləndirici kontent hazırlaya bilməyimiz üçün kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Dəstəyiniz bizim üçün çox önəmlidir.